Məşhur ifaçı Rahidə Baxışova bu gün yayımlanan televiziya proqramında duyğusal anlar yaşayıb. Canlı efir zamanı aparıcının ünvanladığı suala cavab verən sənətçi göz yaşlarını saxlaya bilməyib və hönkür-hönkür ağlayıb. Rahidə Baxışova çıxışı zamanı o balaca Rahidəyəm, biz çox yıxıldıq sözlərini deyərkən kövrəlib, səsinin titrəməsi və hisslərini idarə etməkdə çətinlik çəkməsi tamaşaçıların diqqətindən yayınmayıb. Onun bu etirafı sadəcə bir cümlə kimi yox, keçmişdə yaşadığı çətinliklərin, mübarizənin və daxili sarsıntıların ifadəsi kimi qəbul olunub. Sənətçi daha əvvəl də müsahibələrində səmimiliyi ilə seçilib. O, həyat yolunda qarşılaşdığı çətinliklərdən sənətə gələnə qədər keçdiyi mərhələlərdən zaman-zaman danışıb. Lakin bu dəfəki emosional partlayış daha dərin və təsirli olub. Canlı yayımda insanın özünü saxlaya bilməməsi xüsusilə tanınmış sima üçün asan deyil. Bu baxımdan Rahidənin açıq şəkildə ağlaması bir çox izləyicilər tərəfindən səmimi və real qəbul edilib. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub, izləyicilərin böyük hissəsi sənətçiyə dəstək mesajları yazaraq onun yaşadıklarını anlayışla qarşıladıklarını bildirib. Bəziləri isə bu cür emosional anların televiziya efirində nümayişini müzakirə edib. Bir qism bunu həddindən artıq şəxsi hesab etsə də, digərləri məhz bu səmimiliyin sənətkarı tamaşaçıya daha yaxınlaşdırdığını qeyd edib. Ümumiyyətlə, son illər televiziya proqramlarında məşhurların şəxsi həyat hekayələrinə daha çox yer verilir. Tamaşaçı artıq yalnız mahnı və ya layihə haqqında deyil, insanın öz hekayəsini də eşitmək istəyir. Çətinliklər, uğursuzluqlar və yıxılıb qalxmaq motivi cəmiyyət üçün hər zaman təsirlidir. Rahidə Baxışovanın biz çox yıxıldıq sözləri də bir çox insanın öz həyat hekayəsi ilə üst-üstə düşdüyü üçün rezonans doğurub. Digər tərəfdən, bu cür emosional anlar göstərir ki, səhnədə güclü görünən sənətçilər də daxildə həssas və kövrək ola bilər. İctimaiyyət qarşısında olmaq insanı sanki möhkəm obrazda təqdim edir. Amma canlı efir bəzən həmin maskanı aradan qaldırır. Rahidə Baxışovanın bu çıxışı görünür. Onun yaradıcılığından daha çox insan tərəfini ön plana çıxardı. Tamaşaçı isə çox vaxt məhz o balaca Rahidəni saf, həssas və həyatla mübarizə aparan insanı görmək istəyir.